İslam dinində 40 yaşın xüsusi önəmi vardır. Allah Teala Quran-ı Kərimdə yaşlar içində 40 yaşı xüsusi qeyd edir və onun haqqında ayə nazil etmişdir. Və İslam alimləri də 40 yaş haqqında sözlər demişlər və 40 yaşına çatan müsəlmanın artıq nələr etməsi lazım olduğunu bildirmişlər. Allah Teala Quran-ı Kərimdə Əhqaf surəsinin 15-ci ayəsində buyurur ki, nəhayət o, yetkinlik çağına çatıb 40 yaşına yetişdikdə belə deyər: Ey Rəbbim, mənə həm mənim özümə, həm də ata-anama verdiyin nemətlərə şükr etmək və sənin razı qaldığın yaxşı işlər görmək üçün mənə ilham ver, mənə yardım et. Nəslimi də mənim üçün əməli salih et. Mən günahlardan sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam. İbn Kəsir rahimehullah buyurur ki, bu ayədə 40 yaşına çatmış kimsə üçün tövbəsini yeniləməsi, Allaha yönəlməsi və bunda qərarlı olması üçün bir yol göstərmə vardır. Yəni Allah Teala bizi 40 yaşına çatdırıbsa, Allah Teala bir insanı 40 yaşına çatdırıbsa, artıq Allah Teala istəyir ki, o insan tövbəsin, yeniləsin, Allaha ibadətə yönəlsin. İmam Məlik rahimehullah buyurur ki, mən bizim bu diyarda, yəni Mədinədən söhbət edir, elm əhlinin belə gördüm. Yəni, onlar 40 yaşına qədər həm dünya üçün çalışardılar, həm də elm ilə məşğul olardılar və həmçində insanlarla qaynayıb qarışardılar. Deyirlər, 40 yaşlarına çatdıqda isə insanlardan uzaqlaşar, yəni təkliyə çəkilər və ölüm gələnə qədər özlərini ibadətə həsr edərdilər. Məsruq rahimehullah buyurur ki, sizdən biriniz 40 yaşına çatdıqda Allahdan, yəni onun əzabından ehtiyat etsin. Qasım ibn Abdurrahman deyir ki, mən Məsruqa dedim ki, insan nə vaxt günahlarına görə, yəni ciddi şəkildə hesaba çəkilməyə başlayar. O dedi, 40 yaşına çatdıqda artıq ehtiyatını gör. Və biz başa düşürük ki, artıq yəni 15 yaşlı, 20 yaşlı bir müsəlman 40 yaşlı bir müsəlman kimi deyil. 40 yaşına çatanda artıq insan danışdığı sözlərə, etdiyi əməllərə xüsusi fikir verməlidir. Bu sanki bir dağa çıxan insana bənzətsək, dağa çıxır bir insan, artıq dağın zirvəsindədir. 40 yaşından sonra artıq o zirvədən enməyə başlayır, Allaha tərəf gedir və ona görə də onun ibadətləri daha çoxalmalı, istiğfarı daha çoxalmalıdır, Allaha yönəlməsi daha çoxalmalıdır. Allah Teala bizi eşidib faydalanan qullarından etsin.